mükafatı nədir? Bu mükafat hər il ədəbiyyat, fizika, kimya və digər sahələrdə ən böyük nailiyyət göstərmiş şəxslərə təqdim olunur. Bəs necə oldu ki, bu mükafat yarandı? Bu haqda bizə 8. sinif şagirdi Şəfiqə məlumat versin. Herkese salamlayıram. Mən sizə bugün Nobel mükafatları haqqında maraqlı məlumatlar təqdim edəcəyəm. 1888-ci ilin jurnalistlər dinamitin ixtiraçısı Albert Nobel haqqında dünyaya ölüm xəbəri yaymışdılar. Lakin bu xəbər doğru değildi. Əslində Albert Nobel yox, onun qardaşı Lütfik vəfat etmişdi. Lakin ölüm taciri öldü adını başlıqda deyilirdi ki, Albert insanları öldürməyin ən kütləvi yolunu tapmış və bununla varlanmışdı. Və bu sözə görə də Albert Nobel vəsiyyətnamə tərtib etdi. Bu vəsiyyətnaməyə görə deyilirdi ki, onun 31 milyon İsveç kronluq sərvəti etibarlı bir banka yerləşdirilməlidir və bir şərtlə ki, sərmayələrdə əldə olunan gəlirlər bu fonda məxsus olmalı və bəşəriyyətə ən fayda gətirəcək şəkildə paylanmalıydı. Mənim qəti istəyim ondan ibarətdir ki, mükafatların verildiyi vaxt milli məsuliyyətin heç bir əhəmiyyəti olmasın. Yəni, Skandinaviyalı olub-olmasından asılı olmayaraq ən layiqli şəxsə verilsin deyə Nobel vəsiyyət etmişdi. 19-cu əsrin sonunda İsveçdə çiçəklənmə dövrü idi və ona görə də Nobelin bu ifadəsi xəyanət kimi qəbul edilirdi. 1895-ci ilin noyabrın 27-sində Parisdə yazılmış və dekabrın 30-da günortadan sonra açıqlanan Nobelin vəsiyyətnaməsi Stokholmdakı Nobel mükafat muzeyində saxlanılır. Nobel vəsiyyətində əvvəlcə məlumatlara görə laureatları 5 sahədə fizika, kimya, fiziologiya və tibb ədəbiyyat sahələri üzrə sülh verilməsini tərtib etmişdi. Fizika və kimya üzrə mükafatlar İsveç Kral Akademiyası tərəfindən, fizika və tibb sahələri Stokholmdakı Karolina İnstitutu, ədəbiyyatda isə İsveç Akademiyası sülhün bərqərar edilməsinə görə paylanmışdır deyə vəsiyyətnamədə yazılır. Artıq uzun illər boyu 1968-ci ildə Riksbankın 300 illik yubileyi keçirildi və bu yubileydə iqtisadiyyatçılar Nobel mükafatına görə onlara təqdim etdilər. Amma Nobelin övladları hesab edirdilər ki, bu tənqidə layiqdir. Çünki Nobel mükafatını tələsik yazmamışdı. O hamısını düşünüb, diqqətlə yazmışdı və onun məktublarında da iqtisadiyyatçıları sevmədiyini göstərilirdi. Nobelin ölümündən sonra onun vəsiyyətini həyata keçirmək üçün çox proses keçmişdi. Uzun prosesdən sonra artıq 1901-ci ildə Nobel mükafatları təqdim olundu. Nüfuzlu mükafatın ilk qalibləri Alman həkim bakteriolog, infeksiya əleyhinə zərdabın yazıcısı Emil Anton Fortbernik, daha sonra onun şərəfinə adlandırılan şuanı kəşf edən şəxs Wilhelm Kocher-Fredkin, liderlə kimyaçısı, rəstorokimiya və kimyavi kinetikadan baniyələrindən biri Hideyvik Van Gogh, Fransız şairi və naziri Proudhon, habelə Fransız sülhməramı Friedrich Lassi və İsveçli sahibçi Jean-André Dumas olmuşdur. Laureatlara mükafatı Vəliaht Şəhzadəsi 5-ci Gustav təqdim etmişdir. Təşəkkür ederim. Bu qədər oxumaq nəyə lazımdır axı? Axı amma uğurdur. Məsələn, mən gələcək kitablar yazaram ki, hamının maraqına səbəb olsun. Mən insanları xilas edəcəm. Onda hamı Nobel mükafatı alacaq. Niyə də yox? Mənə? Kimdən? Bilmirəm. Çox sağ ol. Bu məktubu oxuyanlardan biri gələcəkdə Nobel mükafat qazanır. Bu zarafatdır. Məncə də. Xeyr, bu zarafat deyil. Siz kimsiniz? Mən Alfred Nobeləm. Bu mükafatı qaliblərə verən şəxsəm. Bəs bu mükafatı kimlərə alacaq? Heç vaxt bezdim deməyən insan. Onda mən başlayayım çalışmağa. Biz Bazaracadır.
gözler gördü bunu, ne kulaklar işitti. Güldanın sinəsindən vədəsiz qonaqsınır, hər gün yeni güldanı yükdə nahar eylədi. Böyüdü, güclü oldu, düyənki uşaqsınır, Güldanın torpağını tamam işğal elədi. Güldanın təmiz suyu axıb yox oldu belə. Qurudu yarpaq, hər şey bənövşələr qurudu yarpaq. Maraqlanmadı heç kim Güldanın dərdiyle. Fərqinə də varmır, qırmış ürəyi, ürək belə qırılır. Sakit, səssiz, səmirsiz, göz açıb yumanacan, solur sevgi çiçeyi. Ötüb keçər gündüzlər, ötüb keçir axşamlar. Yara gizli böyüyə, çarəmiz qalar aha. Sonradan başa düşər, pişman olur adamlar. Billur şön qırılar, düzəltmək olmaz daha. Bugün mən sizə şərqdə Nobel mükafatı alan dəyərli şair Rabindranath Tagore haqqında məlumat verəcəm. Bengal şairi, dramaturg, rəssam, bəstəkar və filosof, Hindistan və Bangladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatçısı Rabindranath Tagore Kəlküttədə yaşayan zəngin Brahman ailəsinin 14-cü uşağıdır. Ev şəraitində Kəlküttədəki şərq seminariyasında və Bengal Akademiyasında təhsil almışdır. İlk şeirlərini küçük uşaqkən yazmağa başlamışdır. Bengal dilinin, tarix və mədəniyyətinin mahir bilgicilərindən sayılırdı. Tagore'un Şairin tarixçəsi adlı ilk poeması 1878-ci ildə çap olunmuşdur. Elə həmin ildə də hüquq təhsil almaq üçün Londona getmişdi. O sonradan axşam nəğmələri və səhər nəğmələri poetik məcmuələri ilə yetkin şair kimi tanınmışdır. Maraqlıdır, uzaq və naməlum Hindistan müəllifi necə mükafata layiq görüldü? 1912-ci ildə Tagore Amerika Birləşmiş Ştatlarına səyahəti zamanı yolüstü Londonda dayanmışdı. Dəvət edildiyi məclislərin birində şeirlərinin İngilis ədəbiyyatşünası William Rothensteinə göstərmişdi. Bir neçə ay sonra Rothensteinin təşəbbüsü ilə şairin Gitanjali, yəni qurbanlıq nəğmələri kitabı Londona çap edildi. Gitanjali müəllifin adını çox sürətlə Avropada yaydı. Amerika şairi Ezra Pound qəlb həyatının xaosu içində unudulan müdrik həqiqətləri xatırlatdığına görə Tagore'un yaradıcılığına yüksək qiymət verilmişdi. Lakin Avropasentrist ədəbi dairələrdə bu şeirləri egzotika yaxud mistika kimi yanaşanlar da az olmamışdır. Beləliklə, yalnız İngiliscə kiçik bir kitabı, amma təbii ki, zəngin və təkrarsız yaradıcılıq yolu sayəsində Tagore 1913-cü ildə noyabrın 14-də Nobel mükafatı laureatı oldu. Mükafat ona poetik təfəkkürün müstəsna bir ustalıqla əks edildiyi və qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyatlı, dərinliyi ilə seçilən şeirlərinə görə verilmişdir. İsveç Akademiyasının üzvü Harold Yerne, natik şairi şərqlə qərbi bir-birinə yaxınlaşdıran şəxsiyyət kimi adlandırmışdır. Tagore hətta mükafatın bu hissəsini bütövlüklə qurucusu olduğu universitet hesabına köçürmüşdür. Qərbdə Tagore daha çox şair kimi tanınsa da, o çoxsaylı pyeslərini və nəsr əsərlərini, haberi ilk Bengal romanının müəllifidir. Tagore'un novellaları onun şöhrətini daha da artırmışdır. Tagore'un ən böyük xidməti isə Hindistanın Britaniya asılılığında olduğu dövrdə ölkəsinin səsini dünyaya duyura bilməsində, onun zəngin tarix və mədəniyyətini yaradıcılığı timsalında nümayiş etdirməyə bacarmasındaydı. Əlavətən Tagore'un Gitanjali kitabına daxil olan şeirlər, Fəlakət romanı və bir sıra əsərləri Azərbaycan dilinə də tərcümə olunur. Dəyərli şair 7 avqust 1941-ci ildə 80 yaşında dünyasını dəyişmişdir. Atamla düzdür, xoş xatirələrim vardı, mən də çox istəyirdim. Amma evə gec-gec gəlirdim, amma gec yürüyürdü. Onu da belə dumanlı xatırlayıyorum. Bəs qardaşım, qardaşımdan, ən gözəl xatirələrim qardaşımdan. Yadıma gəlir ki, o vaxtı. Qardaşım da gitmiş bir dənəsi var. Orada da çubuq oynayır. Bilirsən, çubuq oynayır. Ay, mən onu atırdım, qardaşım mən kömək edirdi. Oradan hətta bir dəfə balıq da düşmüşdü toyumuza. Elə qəşəngiydi ki. Bilirsən, mənim ailəm var, bacım var, anam var. Anam canım. Ama çok alışıksan, çok saçlıklar var. Ama hastalıklı başını sağlıyor. Bəs bacım? Baba çok
sonra deyinəcəksən. Bir zərrətəkən quş səsi, səhərdən zilti, onun dili olsaydı dünyadan şikayət edərdi. Kaş indi yanımda yaxın insan olardı, uzaqlayıb bağrına basardı. Bana elə ki, mən çağırdın. Yoxsa mənə dedin. Biraz xəstələnmişəm. Mən demişdim ki, mənə nəsə yazmaq. Yani yalan olsun, xəstəliyəm. Öyle şöyle yazdı. A. N. A. Birləşdir. Allah. Afərin düzdür. Mən oxuya bildim. Bəli, oxudum. Mən də bu oxudum, oxuya bilmərəm. Sən mənə yaxşı öyrətdin. Həmişə mənə öyrətdin bu yazıları. Çox sağ ol. Qoy mən gedim. Gəlin bilməyim. Problem. Mən çağırdım. Kısılmadan yollarsan ki. Qoy gedim üstüne. Öz ailəmi istəyirəm, mən çox tənhayam. Tənha niyə olursan? Sən ki yanındayam. Yox, mənim öz ailəm var, anam mənim başımın üstündə. Mən də başımın üstündə dayanaram. Bacım su gətirər. Mən də gedib gətirərəm. Qoy gedim dərman gətireyim. İçmək istəmirəm. Nə istəmirsən ki? Mən uşaq deyiləm. Necə yəni heç sən saçma. Bu uşaq sözləri var. Ne uşaq sözü? İç istəmirsən beni altın uşaq sözü. İç sağlıqda. Biraz özünü necə istəyirsən indi? Mənə deyirsən, yaxşı, biraz yaxşılaşdım. Sabırdan getmək lazımdır, mən zəiflənirəm. Başqa yerə gedirəm. Səbəb üçün də deyərəm ki, duran havasından yaxşı gəlmir. Özüm hiss edirəm burada. Arası hazırlaşırsan, otur. Arası hazırlaşırsan daha da. Gedirəm mən. Hara gedirsən? Islanaq gedirsən. Daha heç var. Necə lütfen? Mən öz ailəmin yanına gedirəm. Onda mənə də olsun. Yox, bu olan iş deyil. Necə olan işləyir? Mən də gedərəm, necə burada yemək pişirəm, onu da sən üçün Yox, yemişdim. bu mənə olacaq. Necə mən də olacam axı? Valla mağdur olmayacam. Ne olar mən özüm yapam. iş deyil. Necə mümkün olan işləyir? Məndən sonra gələn istəyəcəkdən ki, sənə çox yaxşı baxsın. Mənə heç kimin qayğısı lazım deyil, başa düşürsən? Mən istəyirəm səninlə gedim. Mən sənə verəcək pul bir neçə gün. Yox, yox, lazım deyil, mənə heç pul da lazım deyil. Bu pulu da götürərsən, özünlə apararsan. Mənə heç nə lazım deyil. Nə olar dada, məni də apar. Xahiş edirəm, məni də apar. Nə olar? Bax, yerlərim. Gitme dada. Gitme. Ben inanmam ki bir gün kalkacak. İnan çok eminim. Çünkü sen hastalananda ben senin yanındaydım. Sen bana okumayı öğrettin. Sen o bilmirsən ki okuyan adamlar, okumağı bacaran adamlar unutmurlar dada. Bir gün mütləq paylaşacağım. Sən bura gələcəksən. Mən inanıram. Və biz burada yenə bir yerdə olacağıq.
edərkən bu formatda çox az tədbirlər görmüşdük. Məlumatımız oldu, Nobel mükafatı laureatları haqqında, ədəbiyyatçılar haqqında bir kiçik bir tədbir hazırlamışdıq. Bunların için təşəkkür edirəm. Uşaqlar neçə gündür işləyirlər. Bilmirəm niyə belə ağır oldu. Dünən bir səbəb oldu, dünən bir səbəb oldu, nəsə alınmadı. Bu günləri belə olduqca vərələrlə çıxdı. Amma çox sağ olun gəlib baxdığınıza görə. Bizə keçən ilin sonuydu, dekabr ayında. Bəlkə də burada hamar uşaqlardan var, hansı ki iştirak eləmişdilər orada. Dekabr ayında müəllimlərimiz var, bilirlər. Bizə belə bir mövzu gəlmişdi ki, dünyada Azərbaycanı tanıdan Azərbaycanlılar haqqında çox maraqlı, siz varıdınız, çox maraqlı bir veriliş oldu, yəni tədbir oldu. Bu Gülnar müəllimə Nobel mükafatı qazanan ədəbiyyatçıları seçdiyinə görə mən düşündüm ki, yəni tam məqamıdır. Neçə gündür araşdırma apardım, belə şeylərdən çox xoşum gəlir. Amma çox əfsuslar olsun ki, Nobel mükafatı qazanan Azərbaycanlı yoxdur. Şəxsən Azərbaycanlı yoxdur. Amma Nobel mükafatı qazanan Azərbaycandan olan, vətəndaş kimi Azərbaycanda doğulub böyüyən, Azərbaycandan olan bildiyiniz kimi Lev Lalavdır. Əslində o belə deyim, bəli, fizika elmi üzrə Maye Helimin super axıcılığı nəzəriyyəsinə görə Nobel mükafatı qazanır. Landau bilirsiniz də Azərbaycanda doğulan Yəhudidir, Azərbaycanlı deyil və bir nəfər də var yenə Şirin İbadi, bu ise Cənubi Azərbaycanlıdır. Bu 2003-cü ildə Nobel sülh mükafatı alıb. Deməli, bu Landau fizika üzrə alıb, amma bu Nobel sülh mükafatı alıb. Bir nəfər də var, Məsud Əfəndiyev. O həm Azərbaycanda olub, həm Azərbaycanlıdır. O Almaniyada kiçik Nobel mükafatı var. Humboldt, yəqin bilirsiniz, araşdırma aparsınız, bilərsiniz. Həmən o kiçik Nobel mükafatını alıb, ən azından biraz da fəxirdir ki, heç olmasa, yəni ona düşən kiçik Nobel sülh mükafatı da olsa, yəni alıb. Məsud Əfəndiyev, yazarsınız, araşdırma apararsınız. Almaniyada yaşayır, amma Azərbaycanlıdır. Özü də Zaqatala rayonundandır, riyaziyyatçıdır. Və biraz da daha çox araşdırma apardım bu 2 günün ərzində. Deməli, bizdə Nobel sülh mükafatına namizəd insanlar var. Hansı ki, onların sənədləri təqdim olunub. Amma yəni bu keçilməyib və yaxud keçiləcək məlum deyil. Çünki çox maraqlıdır. Deməli, əgər mən Nobel sülh mükafatına sənəd təqdim edirəmsə, yalnız 50 ildən sonra o açıqlamamı verirlər. Yəni, qəribə bir qaydalar var orada, bizim bilmədiyimiz. Baxdım, deməli, Zərifə xanım Əliyeva tibb üzrə verilib, o vaxtı namizədliyi var, avtonomluq yəqin tanıyırsınız. Heydər Əliyev sülh mükafatı üzrə verilib, onun da namizədliyi var. Bir də Məhəmməd Əmin Rəsulzadə, o da Nobel mükafatına verilib sülh üzrə. Amma onlar elə o cür, yəni təqdim olunublar, qalıb orada. Və elan elədiyim kimi bu Nobel komitəsi yalnız 50 ildən sonra açıqlama verir. Hal-hazırda Azərbaycanda 2 mükafata potensial insanlar görür, yəni bütün dünya alimləri. Bunun biri Lütfüzadədir. Lütfüzadə bilirsiniz ki, süni intellekti inkişaf elətdirən insanlardan biridir. Hətta bizdə Lütfüzadə adlı olimpiyada var. Lütfüzadəni görürlər. Bir də ki, kosmik proqramları işləyən Azərbaycanlı bir kosmonavt, o üzrə alim var. Kimdir o? Bilərsiniz? Kərim. Uşaqlardan almaq istəyirdim cavab. 2 nəfərin düşünür ki, yəni bu insanlar potensialı var. Yəni bunların gördüyü işlər o qədər böyükdür ki, onlar bu 2 nəfərin potensialı var ki, Lütfüzadə və Kərim Kərimov Nobel sülh mükafatına verməyə. Yəni mənim təqdim edəcəyim bu qədər idi. Yəni Azərbaycanla bağlılıq, Nobel mükafatının Azərbaycanla bağlılıq mövzusunda. Gülər olmasına təşəkkür edirəm, uşaqlar çox sağ olun. Əslində belə tədbirlər çox yaxşıdır. Səhnədə az uşaq görürsən, amma çox məlumat öyrənirsən. Çox olanda ailə üzründən danışır. Çox sağ olun uşaqlar, hər birinizə xüsusi olaraq Adəmzəyə təşəkkür edirəm. Bizdə burada işləyənlərə, Aminə xüsusi təşəkkür edirəm. Amin sağ əlimizdir hər birimizin. Məndən bu qədər. İndi düzdür, müəllimlərimiz azdır burada, 3 müəllim var, amma Afət müəllimə siz
çətin də olsa oturduk dinlədik, dinləməziyə. Çünki biz çıxdıq, girdik. Biraz qabaq. Siz de qabağa gəlib yaxında. Mehman müəllimə dedi, doğrudan da belə tədbirlərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, uşaqlar nəyisə öyrənirlər. Nobel mükafatı dünyada ən büyük beynəlxalq mükafatlardan biridir. Və onu da bilirsiniz ki, bu Alfred Nobel'in adı ilə bağlıdır. Deməli, Nobel 1895-ci ildə öz vəsiyyətnaməsində qeyd edir ki, insanlar üçün fayda verən ixtiralara həmin onun o sərvətindən bu mükafat təsis olunmuşdur. Və bu mükafat 3 formada verilir. Pul mükafatı, qızıl medal, bir də diplom. Yəni, o hər hansı bir elm sahəsində, fizika, kimya, tibb sahəsində, iqtisadiyyat sahəsində hansı deməli, insan üçün, bayaq dedik axı, fayda verən ixtiralardırsa, onlara da uyğun olaraq həmin bu ya diplom, ya qızıl medal, ya da ki, pul mükafatı verilir. Yəni ki, siz bilirsiniz də, Alfred Nobel İsveç alimidir. Onun deməli, təsis etdiyi o mükafatlar deməli, İsveçin paytaxtı Stokholmda verilir. Bir də ki, Norveçin paytaxtı Oslo şəhərində verilir. Pul haqq hesabı isə Norveçin mərkəzi banklarında həmişə verilir. Ona görə də deməli, Nobel mükafatı Nobelin adı ilə bağlı olan, yəni bayaq dedim, beynəlxalq mükafatıdır. Və indi Mehriban müəllimə dedi ki, o 50 il müddətindən sonra açıqlanır. İndi bizim, yəni ki, biz Füzadəni hamımız tanıyırıq, insan üçün fayda verən nə qədər elektrik cihazları, bizim işlətdiyimiz telefonlar, nə bilim, nəysə də saymaq notlarını deyil. Bunların hamısı onun adı ilə bağlıdır. İndi Lütfüzadə öz həyatını dəyişibdir. Gələcəkdə indi ona bu mükafat veriləcək, verilməyəcək. Deməli, bu hələ 50 il müddətinə də bu əslində mən deyərdim ki, 50 il gözləmək insan ömrü üçün bəlkə də insanlarda o öz həyatını dəyişəndən sonra da Məsələn, 50 il müddətli saxlanılır. Saxlanılır. 50 il müddətində işlənən vaxt, özünüz vaxt oldu. Mən oldu, Mən bu komitə bunu gizli saxlıyor da, heç kəs bilmir ki, oraya yalnız keçənlər yəqin ki, tez məlum olur, keçənlər 50 ildən sonra siyah açıqlar. Mən belə məlumatlar aldım. Çox maraqlıdır, özümə də maraqlı gəldi. nə deyim uşaqlar, yəni Belə öyrədici olan, nəyisə öyrənirsiniz. Çox sağ olun. Siz bu təşkilatçılığa görə, yəni əməyi keçən hər bir kəsə, uşaqlar hamınıza təşəkkür edirəm və arzu edirəm ki, bu davamlı olsun. Bir qeyd eləmək istəyirəm, əslində bu tədbiri bizə, mən başqa tədbir hazırlayırdım, sonra elə oldu ki, onu tədbir saldıq. Çünki bu tədbiri mənə görə xanım elədi ki, Azərbaycan və dünya əməliyyatı, Azərbaycanı Elnazla hazırlayacaq inşallah. Dünyanı da biz düşündük ki, bir yerdə hazırlayaq. Yəni biz bir yerdə bu işi ərsəyə gətirdik. Bir qeyd edeyim ki, burada mən niyə obraz oynadım. Onu da mən deməli, əslində təxəs dedilər ki, çıxardaq bəlkə bu səhnəcə. Çünki bir gün qalmış, uşaqların hamısı, Feyzullahın bir gün qalmış seçmişim. Digər uşaqlar, 8-ci sinif uşaqlar, imtina ediblər ondan. Artıq səhnələşdirib bitirmişik, evə gedirlər, o zəng ediblər ki, biz orada görəcəyik. Nəyə görə? Deyim sənədir. Bəli, bizim və dedilər, bəlkə səhnəcə heç biri oynamırsa, 2 nəfərdə ikisi də oynamır. Səhnəcəyi ləğv edək. Mən dedim, bəli. Və qız obrazını da mən nəyə görə özüm bu işin öhdəsini, öhdəliyimə götürdüm? Çünki mən şagirdlərə göstərmək istədim ki, əslində burada nə bilməli bir şey var. Onlar o qədər kompleks yaşayırlar ki, bu şagirdlər. O şagirdlər kompleksdən çıxartmaq lazımdır. Uşaqlar, bu sənətdir, incəsənətdir. Mən müəlliməm, mənim peşəm müəllimlik, aktrisalıq deyil. Siz də şagirdsiniz, siz aktyor, aktrisa deyilsiniz. Və biz burada istəyirik ki, sadəcə olaraq həmin Tağorun, həmin o əsərini bəlkə də xaricdə, yəni Hindistanlıdır da Tağor bildiyiniz kimi. Bəlkə də onu xaricə səhnələrdə oynayırlar. Amma Azərbaycanda oynanmadığı üçün
üçün biz onun neysə baxmadıq. Biz bu səhnəciyi özümüz hazırladıq, özümüz düzəldik, bəzi improvizələr etdik burada. Ona görə də, yəni bu baxımdan uşaqların yaradıcılığı və baxış tərzini istədim dəyişim ki, yəni burada hər hansı bir gülməli, məsxərəyə qoyması bir şey yoxdur. Olsaydı müəllim özü oynamazdı. Özləri araşdırma aparsınlar, Nobel haqqında. Görsünlər ki, yəni nəyisə də bir öyrənsinlər. Gülməli və yaxud da nəsə heç bir şey. Ona görə də yəni düşündüm ki, elə özüm oynayıb və Çox gələcəkdə gözəl digər sağlıqlar. şagirdlərin belə rollarla səhnəcilər hazırlamasını çox istəyərdim. Oldu, sağ olun. Sağ olun. Bir də şəkil də çəkdirəm, xatirə şəkli. Durduğumuz sahələrin en güzel ve Siz de gelin. en güzel bizim için değil de sizin için. En yaxşı cəhəti odur ki, şagirdlər, bəlkə əvvəllər kitabları oxuyan şagirdlərimiz daha çox idi. Nəinki indi bir-iki kitabı oxuyan şagirdimiz yoxdur. Heç olmasa belə tədbirlərdə, bəlkə də burada Nobel haqqında kiminsə fikri və yaxud da məlumatı yox idi. Mənə elə gəldi, mən bilirəm ki, bu belə idi. Amma bundan sonra yaddaşında kalan hiç olmasa buradaki 30 şagird varsa onun 15'inin yadında bunlar hakkında məlumat oldu ve bu sizin dünya görüşünüzü biraz da genişletti. Ve bir şey de ben əlavə edeyim ki, Nobel mükafatı 6 təkcə sülh mükafatı ve incəsənət ədəbiyyat üzrə bir də iqtisadiyyat üzrə deyil, 6 nominasiya üzrə verilir. Onlardan biri fizika ve kimya üzrədir və biri də insan fiziologiyasına görə hər hansı bir yaxşı bir necə deyirlər, müalicəni tapan bir kəslər üzrə. Tibb üzrə, tibb üzrə. Oldu, bir də şəkil xatirə.